Xaçmazın bir neçə kəndində sakinləri narahat edən naməlum yazılar peyda olub. Qaradağlı, Hülovlu və Çarxı kəndlərində gecə saatlarında divar, hasar, qapı və işıq dirəklərinə müxtəlif ifadə və işarələr həkk edilib. Sakinlər yazıların məzmununun onlara məlum olmadığını, bəzi qısa ifadə və sosial şəbəkə ünvanlarının isə xüsusilə uşaqlar və yeniyetmələr üçün risk yarada biləcəyini bildirirlər. Yazıların narkotik vasitələrin təbliğatı ilə bağlı ola biləcəyi də ehtimal edilir. Gecə saatlarında yazıblar, kim yazıb, nə cür yazıb bilmirik. O uşaqların işi deyil, nə reklamda, nə saytda bilmirik. Bunlara tədbir görülsə yaxşı olar. Bəzi qapılarda görürsə silirlər, yenə səhər görüb görürlər ki, yazılıbdır. Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Hülovlu İnzibati Ərazi İdarəsi üzrə nümayəndə Rəhman İsrafilov bildirib ki, əraziyə baxış keçirilib, yazıların fotoları araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim olunub. Yazıların üzəri isə qara boya ilə örtülüb. Yəni, xoşa gələn bir şey olsa bunu nətərdirsə, gündüz vaxtı gəlib yerləşdirərlər, reklamla icazə alırlar, cəmaata bildirərlər, vurarlar. Yəni, bu xəbərsiz gecə gəlib vurulursa, bu hər halda xoşa gəlməyən bir haldır. Daxili İşlər Nazirliyinin Quba Regional Qrupundan bildirilib ki, məsələ polis tərəfindən nəzarətə götürülür və araşdırılır. Yazıların müəlliflərin kimliyi, məqsədi və ifadələrin məzmunu araşdırmanın nəticəsində müəyyənləşəcək. Elçin Şualı, Qafqaz TV üçün.